Bugün biz 10-cu fəsildən oxuyacağıq. Deməli, biz 8-ci, 9-cu fəsli oxuyanda gördük ki, Rəbb cəzaları göndərir. Yəni, bu qiyamət günündən söhbət gedir burada. Bu belə böyük əzab günlərdən söhbət gedir. Rəbb əvvəl Rəbbdən cəza gəlir, sonra da 9-cu fəsildə isə oxuyuruq ki, bəla gəlir. Əvvəl cəza, sonra bəla. 10-cu fəsildə isə gəlin baxaq, burada bizə maraqlı bir hadisə açılır. Yəni, biz 9-cu fəsli oxuyanda keçən səfər gördük ki, 2 bəla yer üzünə gəlib. Deməli, birinci bəla yadınızdadırsa, bu quyudan deməli, çərtkiyə oxşayan bir belə naməlum bir məxluqlar çıxıb və insanlara işgəncə verib. Yadınızdadır, 5 ay. İnsanlar ölüm axtarırdı, amma tapa bilmirdi. Bu çərtkələrdən biz söhbət eləmişik, həmən bu məxluqlar murdar ruhlardır. Sonra da biz 9-cu fəsildə oxuduq ki, Fərat çayının kənarında 4 mələk var idi, qolları bağlı idi və onlar da azad olunanda 1 il ərzində görün nə qədər insan qırıb. 3də biri yazılıb da burada. Bu da böyük bir bəladır. Yəni, insanlar qırılır və nəhayət qabaqda yəni bir də bəla, yəni bu dünyaya bir bəla da gələcək. Yəni, 3 bəladan söhbət gedəcək. Artıq 2 bəladan söhbət gedib. Qabaqda, yəni gələcəkdə bir bəla da yer üzünə gələcək. Deməli, baxın maraqlısı nədir? Mən qabaqcadan demək istəyirəm. Birinci bəla bu murdar ruhlarla bağlıdır. Onlar işgəncə verir bütün bəşəriyyətə. İkinci bəla bu 4 mələk insanları qırır. Üçüncü bəla da bilirsiniz nədir? İblis özü gəlib burada insanları qıracaq. Bu haqda sonra danışacaq. İndi isə 10-cu fəsildən oxuyaq. 1-ci ayədən oxuyuram, dostlar. Mən göydən enən başqa bir güclü mələyi gördüm. O buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi. Əlində açılmış kiçik bir tumar var idi. O sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. Aslan nəriltisinə bənzər, uca səslə nida etdi. O nida edəndə 7 göy gürültüsü öz səsi ilə danışdı. 7 göy gürültüsü danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim. 7 göy gürültüsünün söylədiklərini möhürlü saxla. Onları yazma. Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb, əbədi var olanın göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi, daha möhlət verilməyəcək. Amma 7-ci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək. Deməli, baxın, maraqlısı odur ki, bu keçən hadisələrdən sonra, yəni bu 9-cu fəsildə yazılan hadisələrdən sonra Yahya deyir ki, göydə bir enən güclü mələyi gördüm. Bəzi ilahiyyatçılar deyir ki, bu Rəbb İsa Məsihin özüdür.
İndi bilmirəm kim, bəlkə də oxuyubdur, oxumayıb, amma indi var elələr var ki, deyək ki, bu doğrudan da İsa Məsihin özüdür. Niyə? Çünki yazılıb ki, üzü günəşə, ayaqları da od sütununa bənzərdir. Əlində deməli həm açılmış kiçik bir tumar da var idi və sağ yazılıb ki, ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. Yəni ki, ona səlahiyyət verilmişdir. Amma əzizlərim, baxın, burada deyilmir ki, Yahya demir ki, mən bir quzu gördüm, demir ki, mən İsa'nı gördüm, demir ki, mən Rəbbimi gördüm, deyir ki, mən güclü bir mələyi gördüm. Rəbbimizin başında nə vardır? Başının üzərində? Tac var, elə deyilmi? Amma burada isə yazılmır ki, tac vardır. Yazılıb ki, başının üstündə göy qurşağı var idi. Dostlar, Rəbbin, bilirsiniz, bir neçə güclü mələyi var. Baş mələyi də var. Baş mələyi kimdir? Yadınızdadır? İblis. Kim? Cəbrail. Yox, Cəbrail deyil. Cəbrail elçidir. Yox, Arxangel Mikail. Baş mələk Mikaildir, dostlar. Özdə ki, kəlamda Amma əvvəl 2 yox, 3 yox, cəmi bir baş mələk burada deyilir. Baş mələk haqqında deyilir. Onu da 12-ci fəsildə biz oxuyacaq. Baş mələk, yəni ki, belə deyək də, bəlkə də göy orduların başçısıdır, belə deyək də. Rəbb Allah onu baş mələk qoyub, Mikaildir. Göydə döyüş olanda, baş mələk Mikail və baş mələyin mələkləri iblislə və iblisin mələkləri ilə döyüşəcək. Bu haqda biz oxuyacaq. Və demək istəyirəm ki, Rəbbin doğrudan da bir neçə yüzlərlə, minlərlə, bəlkə milyonlarla güclü mələyi var. Yezekiya bir hökmdar var idi, yadınızdadır ya yox? Yezekiya. Biz Padşahlar kitabında oxuyuruq. Elə bir deməli Davudun nəslindən gələn Yezekiya deməli bir hökmdar var idi və onun dövründə o zaman deməli düşmən Yahudi torpağını mühasirəyə alaraq onu məhv etmək istəyirdi. Və Yezekiya dua edəndə Rəbdən yalvardı ki, Rəbb bu xalqı qorusun. Çünki Rəbbin adı orada vardır. Və Yerusəlim şəhərində məbəd var. O məbəddə Rəbbə dua edirlər. Yeşay Peyğəmbər də deməli Yezekiyanın yanına yaxınlaşaraq deyir ki, qorxma, qorxma. Yəni ki, ümidini Rəbbə bağla, Rəbb səni də və xalqı qoruyacaq. Və Rəbb dedi ki, bax o Aşur, daha doğrusu Aram padşahı gəlib səni məhv etmək istəyir. O Aram padşahının ordusu görəcəksən, sabah tam məhv olunacaq. Elə də oldu. Bir güclü mələyi Rəbb Allah göndərir və bu bir mələk görün nə etdi. Bir gün içində, bəlkə bir gün içində yox, bir saat içində həmən o Aram hökmdarının ordusunu tam qırdı. Çaşmıramsa 180 min bayır, ya 185 min nəfərə qədər bax həmən o bir saatda onları məhv etdi. Görün bir mələk göndərilən mələk Rəbbin sözünü yerinə yetirir və görün necə bir ordunu bir mələk qırır. Sonra İsa Məsih çarmıxa çəkilib öləndə onun cəsədini mağaraya qoydular və böyük bir daşla, yadınızdadır, yuvarlayıb o mağaranı bağladılar. O nəhəng bir daş idi.
balaca daş deyildi. Bir nəfər yox, iki nəfər yox. Bir hardasa 5-6 nəfər gəl o daşı yuvarlayıb kənara çəkə bilərdilər ki, məsəl üçün içəri girsinlər. Yazılıb ki, ertəsi gün qadınlar gəlib Rəbbin cəsədini görmək istəyirdilər. Və gəlib deməli qəbirstanlığa gələrək, mağaraya yaxınlaşaraq gördülər ki, həmən o daş kənara çəkilib. Sizcə onu kim kənara çəkib? Baş. Hə? Yox, yazılmayıb baş mələk. Adi bir mələk idi, amma o da güclü bir mələk idi. Burada da biz oxuruq ki, dostlar, Vəhiy kitabında Yahya bir güclü mələyi gördü. O baş mələk deyil, amma güclü mələkdir. Ona da səlahiyyət verilib, baxın, sağ ayağı dənizinin üstündə, sol ayağı isə quruya qoydu. Aslan nəriltisinə bənzər uca səslə nida etdi. Nida edəndə də birdən də göydən də yazılıb ki, 7 göy gürültüsü danışdığı zaman mən eşitdim də o sədanı, yəni o səsi eşitdim, istədim ki, yazım. Amma ona qadağan verildi, deyildi ki, yazma. Və onda dənizdə və quruda dayandığı gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb, əbədi var olanın göyü və oradakı yeri və oradakıları, dənizi və oradakıları yaradanın adına and içərək dedi. Nə dedi? Daha möhlət verilməyəcək. Başqa sözlə bilirsiniz nə? Bax, bugün münasib gündür. Bugün Rəbb insanlara çağırır. Qapını necə oxuruq? Məsih deyir, incə deyir. Onun səsini eşit. Onu qəbul et. Onu içəri burax. O səni gözləyir. Bütün insanları çağırır, mənim yanıma gəlin. Mən sizə rahatlıq verəcəyəm. Tövbə edin. Rəbb Allahla barışın. Bugünə qədər kim, yəni indi çağırır, kim onun səsini eşidib onu qəbul edirsə, ürəyini açırsa, dostlar, Rəbb də onu qəbul edir. Onun adını həyat kitabına yazır, onu təmizləyir, onu bağışlayır və onu qəbul edir. Amma vaxtı olacaq, yazılıb ki, daha möhlət verilməyəcək. Hələ ki, Rəbb çağırır, onun çağırışını eşit. Dostlar, kəlamda deyilir ki, romanların məktubunda çaşmıramsa 10-cu fəsildə deyilir ki, deməli, bax, bu yadillər başqa millətlərdən də, yəni İsrail xalqından yox, bizdən söhbət gedir. Başqa millətlərdən, yəni. O başqa millətlərdən axırıncı, yəni ki, sonuncu bir kəs barışan kimi Rəbbin mərhəmət qapıları örtüləcək. İndi bilmirəm, o axırıncı, sonuncu insan kimdir? Bəlkə aramızda olandır. Onu deyə bilmərəm. Onu yalnız Rəbb bilir. Hələ də çağırır. Hələ də çağırır. Deyir ki, münasib gündür, münasib vaxtdır. Gəl, barış, gəl, onunla yaşa, ona yaxın ol. Amma sonuncu bu başqa millətlərdən olan Rəbb Allah bilir ki, bax, artıq hamı Rəbb Allahdan üz döndərib Rəbbi axtarmır. Heç kəs onu axtarmır. Heç bir insan salih deyil. Hamı günah işlədi və onlardan heç olmasa bir nəfər yaxınlaşıb onunla barışsa, bilirsiniz, göylərdə böyük bir sevinç olur. Və nəhayət günlərin birində bu qapılar örtüləcək. Metroda olmuşsunuz ya yox? Hamımız olmuşuq da. Olubmu sizdə elə bir? Məsəl üçün, görürsən ki, bu qatar dayanıb, sən yaxınlaşırsan, birdən qabağında qapılar örtüldü, bağlandı və qatar da getdi. Şofördə baxırsan, yalvarsan açılır.
Açmayacaq, əlbəttə ki, açmayacaq. Açmayacaq. Yadınızdadır, bu Rəbb İsa Məsih deməli məsəl çəkir. 5 müdrik və 5 müdriksiz qız var idi və onlar deməli hamısı Rəbbi gözləyirdilər və gecə yarı idi. Onlar hamısı yuxuya, onları yuxu tutdu. Hamı yuxuya getdi. Və gecə yarı kimsə birdən eşitdilər ki, budur. Budur, yəni bəy gəlir. Qarşılamağa çıxın. Budur, gəlir. Və onlar oyananda onlardan 5-i anladı ki, bunların çıraqdanlarında yağ yoxdur. Neynəməlidirlər? Götürməyiblər də, müdrikdir, ağıllı deyildilər. Xahiş elədilər ki, o biri 5 bu ağıllı qızlar yağdan versinlər. Dedilər ki, biz sizə öz yağımızdan versək, bizim də yəni çıraqdanlarımız sönəcək. Neyniyək? Gedin alın. Getdilər, amma qaydanda gördülər ki, qapılar artıq bağlıdır. Yalvardılar, ya Rəbb, ya Rəbb, qapını aç. Amma açan olmadı. Nuh Peyğəmbərin dövründə də bəlkə qapını döyürdülər, o gəminin qapısını döyürdülər. Nuh, ay Nuh, qapını aç. Mən bağlamamışam, Rəbb bağlayıb. Mən necə açım onu? Vaxt var idi də, gələrdiniz. 100 ildir ki, bu gəmi tikilirdi, görürdünüz. Nəhayət gördünüz ki, quşlardır, heyvanlardır, vəhşi heyvanlar hamısı yavaş-yavaş bir-bir gəmiyə minir. Gəmiyə tərəf gəlib gəmiyə minirlər. Amma siz yenə də Rəbbin çağırışını elə bir eşitməmisiniz. Nuh Peyğəmbər isə dəfələrlə vəz edirdi. Amma qulaq asmırdılar. Və artıq qapılar bağlananda onlar hamısı, yəni gəmidən kənar olanlar, onlar hamısı məhv olundu. Burada da mələk deyir ki, daha yəni ki, möhlət verilməyəcək. İndi gəlin 8-ci ayədən oxuyaq, sonra da baxın nə yazılıb. Göydən eşitdiyim səs yenə də mənimlə danışıb, belə dedi. Get dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür. Balaca bir kitabdır. Mən də deyir, mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi. Onu götür, neynə? Oxu. Hə? Deməyib ki, oxu. Amma deyə bilərdi ki, oxu. Deyir, onu yalan da. Qidalan. Ay sağ ol, qidalan. Onu deyir ki, o sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq. Mən tumarı mələyin əlindən götürüb yedim. O ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. Mənə belə də deyildi. Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən. Dostlar, Yahyaya deyildi ki, o kitabı götür, oxu. Üzr istəyirəm, daha doğrusu ye ginən. Onu yedi. Yeyəndən sonra anladı və başa düşdü ki, Rəbb ondan nə istəyir? Əzizlərim, bax, bizə də kitab verilib. Bu müqəddəs yazı verilib. Bu müqəddəs yazını nəinki oxuyub, biz bunu yeməliyik. Bu bizim doğrudan da qidamızdır. Bunu yeyəndə, dostlar, mən anlayıram, mən başa düşəm nə etməliyəm, necə yaşamalıyam, necə müqəddəs həyatım keçməlidir. Yazılıb ki, salih olan bir də nə etməlidir? Bir də salih işləri görməlidir. Müqəddəs olan isə
müqəddəs işi görməlidir. Müqəddəsliyə can atmalıdır. Dostlar, mən kəlamı oxumasam, müqəddəsliyə necə can ata bilərəm? Mən o müqəddəs Rəbbi necə görə bilərəm? Bilirsiniz, ya bu müqəddəs kitab məni pislikdən uzaq edər, ya da ki pislik deyəndə ki, şər, günah məni müqəddəs yazıdan uzaq edər. Baxın, indi özünüzü yoxlayın, dostlar. Məni müqəddəs yazı hər bir şərdən uzaq edirmi? Yoxsa şər məni, belə deyək, günah, pislik məni uzaq edir. Ona görə də mən bunu götürüb oxumuram. Gəlin bugün ürəklərimizi yoxlayaq. Çünki vaxt gələcək, bax buna görə də artıq möhlət verilməyəcək. Vaxt olacaq, bəlkə də bu kitabları əlimizdən alacaqlar, istəyəcək. Baxın, indi hamımızın kitabı var, amma vaxt gələcək, bəlkə bu kitabı axtaracaq, tapa bilməyəcək. Mən 76-cı ildənəmdə, 76-cı ildə doğulmuşam, anadan olmuşam. Həmən o 76-cı illərdə bu kitabı tapmaq çox çətin idi. Kitabı axtarıb tapan çox bir xoşbəxt insan idi. Bir nəfər mənə danışıb o vaxtı da, bu Sovet vaxtı olubdu. 76-cı il idi hələ, deyirdi ki, mən müqəddəs yazı haqqında çox eşitmişəm və istədim ki, onu bir əldə edim də tapım. Bütün kilsələri gəzdim, tapa bilmədim. Nəhayət bir nəfərlə, bir kahinlə tanış oldum. Dedim ki, mənə kitab lazımdır. Mən sənə bütöv kitabı yox, İncil kitabı verə bilərəm. Amma elə belə verə bilmərəm, deyir. 50 manatdır. Maaşı da ki, 70 ya 80 manat idi. Həmən o axtaranın. O vaxtı 50 manat böyük bir pul idi. Kim bilirsə, o dövrdə qatarla Moskvaya 8 manata, 9 manata gedib, orada dincəlib qayıda bilərdim. Siz təsəvvür edin. Qara kürünün kilosu 3 manat idi. Amma bu kitabın isə qiyməti 50 manat idi. O da ki, belə tanışlıqca 50 manata verdi, onu da heç vermirdi. Bizim cəmiyyətlərimizdə, məsəl üçün, 6 nəfərdən birinin bu kitabı var idi. Qalanlar isə xahiş edirdi, nə olar, bir həftə sən oxu, o bir həftəni mənə ver, mən oxuyum. Bir həftə içində bunu oxuyurdular, bütöv. Bir həftə içində. İndi isə hərənin bir yox, 2 yox, 5 dənə bəlkəm evində bu müqəddəs yazısı var. Ben adam görmüşəm ki, onu yazıb bir vərəqə, o kitabı diri. Həqiqətən yazıb. Qalın belə dəftər. Mən bir yaşlı bir bacını tanıyırdım. Onun evində də özüm görmüşəm. İncil kitabı dəftərdə yazı ilə, bax yazırdılar, kimdənsə götürüb, bilirdi ki, bir həftədən sonra qaytarmalıdır bu İncil kitabını. Götürürdü, dəftərə yazırdı. Dəftərə yazırdı ki, sonra da, yəni ki, bax belə evində olsun, oxusun. Əzizlər. Dəftərlər var ya, ondan neçə yazır? Qidalanın. Etirad yazır, o vaxtın Sovetində. Qidalanın, əzizlərim, çünki yazılıb ki, vaxt gələcək, artıq möhlət verilməyəcək. Qoy Rəbb hər birimizə xeyir dua versin.